məlum məsələdir ki, Adəm övladı günah edəndir. Hər birimiz günah edirik. Ona görə İmam İbn Teymiyyə rahimehullah deyir ki, günah insana lazımıdır. Günah insanın lazımıdır. Yəni hər bir insan günah edəcək. Və günahdan sonra istiğfar etmək mətlubdur. Xüsusən də indiki zamanda. Yəni əvvəl 20 il, 30 il bundan qabaq günah etmək indiki kimi asan deyildi. İndi günah etmək daha asandır. Hər yöndən günah sənin üstünə sanki hücum edir. Ona görə indi bizim istiğfara ehtiyacımız daha böyükdür və biz baxanda görürük ki, Allah Subhanahu və Teala bizləri istiğfara çağırıb. Və en istəğfiru rabbakum. Rəbbinizə istiğfar edin. Və həmçinin nusus dəlalət edir ki, Allah Subhanahu və Teala bütün günahları bağışlayandır. Nə qədər hədislərdə varid olub. Məsələn, hədislərin birində Peyğəmbər Allahın Rəsul Rəbbindən rivayət edir ki, Allah belə dedi: Ey Adəm övladı, əgər sənin günahın səmaya çatarsa, ləv bələğat zunubuka ananəs-səma, səmaya qədər çatarsa, sonra məndən bağışlanmaq istəsən, bağışlayaram. Yaxud digər hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm and içir, deyir ki, vəl-ləzi nəfsu Muhammedin biyədihi, Muhammedin nəfsi əlində olan Allaha and olsun ki, ləv axta'tum həttə təmləə xatayakum mə beynə səmai vəl-ard. Siz günah etsəniz və günahınız yerlə göy arasına qədər çatsa, thumma istəğfartumullaha, sonra Allahdan bağışlanma istəsəniz, ləğəfarallahu ləkum, Allah sizi bağışlayar. Ona görə biz qəti olaraq deyirik ki, Allah Subhanahu və Teala bağışlayandır və hər bir günahdan sonra fərqi yoxdur, kiçik olsun, yaxud böyük olsun, istiğfar diləmək mətlubdur və Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə varid olub ki, gün ərzində 100-dən 100 dəfə istiğfar edirdi. İnni ləəstəğfirullaha fil yevmi mi'ətə mərra. Mən gün ərzində deyir, 100 dəfə istiğfar edirəm. Ona görə istər böyük günah olsun, istər kiçik günah olsun, fərqi yoxdur. Günahdan sonra istiğfar etmək mətlubdur. Allah daha doğrusunu bilir.